Herkese salam, sizinlə mən Nərmin Hüseynova, həmişəki olduğu kimi. Deməli, bugün mən sizə elastiklik qüvvəsi və yaxud da ki, digər adı ilə desək, Hooke'un izahını verəcəm. Gəlin başlayaq. İlk növbədə elastiklik qüvvəsi nədir? Deməli, xarici qüvvənin təsiri altında cismin forma və ölçülərinin dəyişməsinə deformasiya deyilir. Nə deyilir? Deformasiya deyilir. Deməli, deformasiya iki yerə bölünür. Bunu bəzən qatırlar, mən sizə deyim. Deməli, deformasiya, deməli, nəticəsinə görə iki yerə bölünür. Birinci nədir? Elastik. İkinci nədir? Plastik. Elastik nədir? Plastik nədir? Deməli, əgər xarici qüvvənin təsiri altında cismin forma və ölçüsü dəyişdikdən sonra özünün əvvəlki vəziyyətini bərpa edirsə, bu elastikdir. Nə misal göstərir? Bu dəqiqə. Ürəyəm ağrıyacaq ancaq bir belə qıcırılmış olmaz. Görər yoxdur. Bu gözümü yumumcurum heç olmasa. Görməyim dəftərindən cırdığımı. Neyse, cırdığımı. Bir dənə kağızdır. Baxın, bax. Əvvəlki vəziyyətinə geri qayıtdı mı? Bu elastiklikdir. Plastik nədir? Xarici qüvvənin təsiri kəsiləndən sonra o əvvəlki vəziyyətinə geri qayıtmır. Nə göstərək müəllimə misal məsələn? Görün qayıdacaq əvvəlki vəziyyətinə. Plastik deformasiya ən münasib insanın qəlbidir. Çünki bir dəfə həmin qəlbi qırdıqdan sonra nə qədər xoş söz desəniz də o qəlbi düzəltmək mümkün olmur. Ancaq həmin qəlbi də qazanmaq illərlə əziyyət tələb edir. Plastik deformasiya ilə onu götürək, ona görə də heç vaxt bir-birinizin qəlbinizi qıracaq hərəkətlər və sözlər deməyin. Siz sonra da peşman olmayasınız. Elastik nədir? Elastikə məsələn bayaqki kağızınızı göstərdi. Və yaxud da ki, bu uşaqlar, bu dəmir purjunlar var ya, belə çəkirsən, içərisi olursan, o vaxtda ruşqalarda da olurdu, başında belə qırıq-qırıq xətlər var idi, belə zincirlər, dəmirlər, o da uyğundur. Bir də bu elastikə nə aiddir? O vaxtda Winnie Pooh'un çizgi filminə baxırsınızmı? Orada dəsən, pələng ayaqlarına belə dəmirlər taxır, kenguru kimi hoppanmaq istəyir. Ona da baxarsınız indi məndən sonra. Bax, görəcəksiniz, o məsələn elastiki deformasiyadır. Deməli, gəlin baxaq görək indi, deformasiyanın özünün neçə növü var? Özünün, deməli, bir qoyun növlərini mən yazım, sizə də asan da olsun. Mən bunu sileyim. Deməli, uşaqlar, birinci növü gərilmədir. Gərilmə. Buna aiddir sıxılma. Sıxılmanı da misal göstərə bilərsiniz. Sıxılma. Nədir bilirsinizmi? Bayaq öyrə dedim. Dəmir. Purjun. Götdüm, gərdim, sonra yenə sıxıram. Beləcə sıxıram. Adı kəş olar da əlimdə yoxdur. Perillərini deyinirəm, sıxıram. Bu gərilmə sıxılmadır. Fərasət. Neyse. İkinci, əyilmə. Əyilmə əslində həm gərilmə, həm də sıxılma deformasiyası ola bilər. Həm mənim necə götürə bilərik? Əyilmə. Mənim bu necə olur? Belə. Buna səbtən misal gətirmişəm, gözdən. Çubuğu ağacdan qırmamışım, bu arada yerdən götürmüşəm. Təbiətimizi qoruyaq, heç ağacları qırmayaq, qətim. Bax, bunu gördünüz mü? Bax. Bax, dümdüz deyil, baxın. Biraz əyirliyi var ama nəsə. Bunu düz görün. Tapdığım buydu yerdən. Baxın. Bax, gördünüz mü? Bax, bu əyilmədir. İndi bunun, mən nə yazdım? Həm gərilmə var, həm sıxılma. Həm sıxıram, həm də gərilməsi var da bu. Ona da edilə bilir. Ancaq əyilmə daha çoxdur. 3. Vurulmaq. Bu bilirsiniz nədir?
Bax, vurdum. Vurdum. Və gördünüz, vurdu. Hə, ən yaxşı. Mən bunu elə bunu götürək də, kağızdan da götürə bilərəm. Bax. Bax, bu nədir? Bu vurulmadır. Sonra sürüşmə. Bu neyə demək? Bəxtinizi bir daha sınayın. Sürüşmə. Mən normalda buradayam. Sürüşəndə qabağa keçirəm. O niyə olur ay uşaqlar? Çünki deməli bu cisimlər arasında müəyyən bir istiqamətlər olur, zərərciklər olur. Bu proses zaman onlar öz yerlərini dəyişirlər. Bu sürüşmədir. Bir də nədir sizə deyəcəm? Ayrı varmı? Cəbixlə 4 dənə növü var. Deməli sizdən soruşsalar, deformasiyanın 4 növü var, nəticəsinə görə 2 növü var, elastik və plastik. Burada məncə problemimiz yoxdur və mən bunu artıq sileyim. Deməli, burada bizim gözəl hukumuz, alimimiz bir dənə deməli uşaqlar yay asır. Bunun uzunluğunu S0 qəbul edir. Gətirir hələ dayanmır. Bir dənə üstə gəlib birini də gətirir yanına. Bu vaxtı artıq buradan yaydan bir dənə kütlə asır. Artıq uzandı. Bunun uzunluğuna da L deyir. Deməli L0 başlanğıcdır. Sonradan kütlə asılandan sonraki uzunluqdur. Buna da adlandırır mütləq uzanma. Delta L bərabərdir. L çıxaq. L0. Hukk qanununu biz yazanda yazırıq ki F bərabərdir mənfi KX. Siz bu ikisinin yerinə delta L qoya bilərsiniz, bir problemi yoxdur. F bərabərdir K vur delta L. Bunu siz keçəcəksiniz ay uşaqlar. Bərk cismi mailələrin xassələrində. Ancaq indidən deyim, yadınızda qalsın. Deməli, delta L-in yerinə buradan L çıx, L0 yaza bilərsiniz. Mənim yaxşı, X bu da nədir? K nədir? X uzanmadır, mütləq uzanmadır. Bax, bu delta L-də mütləq uzanmadır ay uşaqlar. X də mütləq uzanmadır. Vahidi nədir? Metrdir. K nədir? K-ya biz deyirik, qoy kənara durum yazın. K-ya biz deyirik sərtlik əmsalı. Bax, sərtlik əmsalı. Sərtlik əmsalını, ay uşaqlar, bax bu düsturda, deməli, bir dənə mən bunu sileyim, bizə rahat olsun. Siz çox güman ki yazdınız artıq. K nə F-dən, nə də X-dən asılı deyil. Soruşarsınız ki, müəllimə, bəs yaxşı, K nədən asılıdır, biz o nədən asılılıq götürə bilərik, nə götürə bilərik? Ay uşaqlar, K-nın yenə bərk cismi mailələrin xassələrinin düsturu var. Hər ihtimala qarşı mən verirəm. Bunu məsələn mən ümumi 11-ci sinif həcmini izah elədiyim üçün indi orada zərər yoxdur, daha yaxşı bilərsiniz. Kör nə istəyir? Gözünü işıq. Mən də sizin bilməyi istəyirəm. Neynəməyi istəyirəm ki? K-nın düsturu S bölü Y0'dır. Bax, K bu kəmətlərdən asılıdır. K S-dən, Y-dən düz asılı, L0'dan tərs asılıdır. Hadi bunu bilməyən uşaqlar, 11-ci sinif uşaqları. S sahədir. Sahənin yerinə pi kvadratı qoyaq. S yerinə pi kvadratı və ya pi d kvadrat bölək 4. Gördünüz? S sahədir. Y nədir? Y uşaqlar. Young modulu. Young modulu. Vahidi 1 Paskal'dır. Paskalların nəyin vahidləridir? Təzyiqin, Young modulunun, bir də mexaniki gərginliyin, sigma. Bax, 3 dənə kəmətin vahidi Paskal'dır. Qoy bunu yazım. Deməli, Young modulunun P təzyiqin vahidi, bir də ki sigma. Mexaniki gərginliyin vahidi, hər 3 kəmətin vahidi də Paskal'dır. İndi baxın ora. Uşaqlar,
L0 başlanğıcda S sahədə yedəki yoxlanır. Bunu 11-ci sinif uşaqları üçün deyirəm. Lakin 9-10 uşaqları, yəni bu dəqiqə onlar keçmir. O mövzu keçində olsa sizə başa salacağım. Yəni yazmasanız da problem yoxdur, narahat olmayın. Bunu sildim. Ancaq artıq bilik heç vaxt heç kəsə ziyan verməyibdir. Yəni yazsanız daha yaxşı olur. Problem deyil. İndi baxıram. Ay uşaqlar. Burada bayaq mən F yazanda belə deyim də F-in qabağında mənfi yazdım. Mənfi KX yazdım. Soruşsanız ki, müəllimə, bu mənfi sözünün mənası nədir? Deməli, ay uşaqlar, burada bir deformasiya var. Və bu deformasiya yer dəyişmənin əksinə yönəlir. Deformasiya bir-birinin əksinə yönəlir. Ona görə mən bunun qabağında mənfi KX yazıram. Ki, biz onun yer dəyişmənin əksinə olduğunu bilək. Sonra yayların ardıcıl və paralel birləşməsi. Gətirin onu yazaq. Qoyun silim. İndi bax. Ardıcıl birləşmədə bax, beləcə yayı birləşdirdik. Düzdürmü? Qoyduq ora. F-i də gətirib buraya yazdıq. Dəymirim. Ay uşaqlar, bu birləşmə ardıcıldır. Bunun birləşməsi bilirsinizdir. Tutum dərsi var, tutumdakı ardıcıl paralel birləşmə. Onunla nə edir? İndi döyüşməyən uşaqların bildiyini yenə deyirəm sizə. Buradan K-ları tapanda ən konkretli, ən rahat üsul sizə K1 vuraq K2 K1 plus K2 yazırım. Müəllim, F-i necə yazaq? F-lər bərabərdir uşaqlar. F1 bərabər F2. F dəyişir. Və sonra siz məndən soruşsanız ki, müəllimə, deməli, bəs X-də necə olaq? 3 dənə kəmət F bərabərdir KX-dir. X-i toplayıram. Ancaq ay uşaqlar, bu elə bir önəm daşımır, bunu yazmasanız da olur. Əsas bu K-ları verirlər. Əgər 2 dənə eynisi olarsa da, onda K bölək N olur. Bunun isə məsələ bir dənə izah kimi verirmi? Məsələn, bir dənə gətirək özümüzdən yazaqdan, nə bilim. Tutalım ki, ay uşaqlar. Məsələn, neçə yazaq? Birimdəki rəqəmlər getdi. İndi mən özümdən yazıram. İndi belə deyək, daha uşaq kəsirən dansın eyni özümdən bir rəqəm qoyuram. Məsələn, 4-dən 6 qoyaq da heç nə. Gördünüz ki, belə veribdir, ardıcıl. Mənə deyir ki, bunun K-larını tap da, düz deyilmi? Bax, K-nı tapanda nə edirəm? 4 vuraq 6, 4 üstə gələk 6. 2 tam onda 4. Qoyduq, yazdıq. Əgər K-nın ikisindən də eynidirsə də, bura 4, bura 4-dürsə də uşaqlar. Onda, bax, eyni olduqda K bərabərdir. K bölək N-dən neçə nədir? 2 dənədir də. Neçə nədir? 4 bölü 2. Düşdü neçə? 2. İndi məsələn, bunu verməsə, indi başqa rəqəm məsələn, biz onu uyğun tapacağıq. İndi mən bunu siz başa düşəsiz deyin yazıram. Gətirib bunu silək, məsələn, tabii ki, biz bunun paralelini yazmaq istəyirik də. Bunu sildim. Gözüm telefondadır ki, görüm, bu düşürmü bunlar. Mesela paralel belə birləşdi uşaqlar. İkisini birləşdirdi, 3'ü bizə lazımdır. Yaman bir ikisini işlədik, 3'ü qaldı. Gözümüz də çox deyirik. Hanı, yayı çəkənmədim axı. El qabiliyyəti mühtəşəmdir. Bunu çəkdik mi? Bu nədir? Paraleldir. Paraleldə indi qulaq asın mənə. Paraleldə nələr bərabər? X-də. X1 bərabər X2. Qoy bu rəngi dəyişim, 100% görünmüşük. X1 bərabər X2. Qulaq asın. Ayrıca paraleldə, paraleli tapanda K1 plus K2 yazırım. Mənim necə? Məsələn, tutaq ki, bura 4'dür, bura 5'dir. Cəm neçə eləyəcək? 9. İndi tutaq ki, eyni olsa, bura 4, bura 4 olsa. K paralel bərabərdir, K vuraq eynidir. Neçə nədir? 2 dənə. 4'ü vuracam neçəyə? 2. Bu da 8.
də burada elastik qüvvədə əsas nədir? Potensial enerjinin yayın sıxılması zamanı olan qrafiklər və düsturlar. İnanın uşaqlar. Da potensial deyir ki, işinizin, gücünüzün tərini vurun, məni yazın bura. Onsuz da elastik qüvvə çətin bölmədir. Bir də potensialı gətirib yanına qoyublar. Heç nə. Canlar sağ olsun. Nə edək? Nə yazıram? Y ayağında P öyrətmək kimi olmasın. Potensial enerjidir. Bu nədir? Potensial enerji. Nə yazıram? Potensial bərabərdir. Kx kvadratı bölək 2. Fx bölək 2. F kvadratı bölək 2k. Bax, bu düstur bizim əsas mənbəyimizdir. İndi aşıqlar, biz bundan qabaqki dərsimizdə dedik ki, tutaq ki, cisim A təcili yazın. Cisim A təcili yuxarı gedir və cisim A təcili yuxarı gedəndə biz nə etməliyik? İndi qulaq asın mənə. Bax, düstur nədir? F bərabərdir mg, məsələn. F-in əvəzində bayaq nə yazıq yuxarıda? Kx. Mən bunu bura gətirərəm. Gətirərəm mən. Niyə gətirərəm? Qüvvədir də, eynidir. Gətirdim, qoydum bura Kx-i. Uşaq vaxtdan alışqanlıq əlimlə silirəm. Kx-i qoyduq mu? Bəli, qoyduq müəllim. İndi baxın bura. Ay uşaqlar, əgər mənə desək A təcili ilə yuxarı qalxır, Kx yazdınız mı? M vuraq, J plus A yazırsınız. Əgər mənə desə ki, A təcilindən aşağı enir, Kx bərabərdir. M vuraq, J çıxaq, A yazırsınız. Buyurun yazın. Bir də F-in də, A da, hər ikisi də. Ne güzel rup çəkdik, gör. Ay, çox biraz sərt çəkdik, nəsə. Bugün mən hiç gətirmir şəkillərdən. Təsə hansı gün gətir ki, mənim şəkildə, həmişə şəkil çəkəmirəm də. Neçənci rüblərdən keçir? Birinci və üçüncü rüblərdən. Bunu da çəkin, X-dən asılıqdır bu arada. Çəkin görüyəmsini, yazın. Deməli, aşıqlar, bax bu təmiz elastik qüvvə bölməsinin izahlı oldu. Yenə nəsə yadımdansa, bir də elastik qüvvə və sürtünmə qüvvəsi, hər ikisi də, sürtünmə bundan sonraki dərsdir. Hər ikisi də aşıqlar, elektromaqnit təbiətli qüvvələrdir. Məncə bunlar da, mən bilən İndi ola bilər ki, nəsə yadımdan çıxa bilər, onu da dərsdə mən sizə deyərəm də. Ancaq məncə yadımda qalan və mənim bildiklərim bunlardır. İndi çox uzun-uzad eləməyin mənası yoxdur. Yəni sizə əsas nə lazımsa da bax odur. Heç nə, sağ olun, özünüzə yaxşı baxın. Çox sağ olun, məni dinlədiyiniz üçün gələn dəfə görüşərik. Gedim keçirim.